Salam, hər vaxtınız xeyir əziz İdman TV izləyiciləri. Nokaut verilişi yeni mövsümdə ilk buraxılışını təqdim edir. Qonağımız isə tanınmış MMA döyüşçümüz, ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edən Vüqar Kərəmovdur. Vüqar, xoş gördük səni. Necəsən? Salamat çıxırsınız. Məşqlər necə gedir? Yaxşıdır inşallah. Görəm artıq qarşıdan gələn yarışlara intensiv şəkildə hazırlaşırsan. Ümumiyyətlə, bugün çalışacağıq ki, səninlə həm məşq prosesindən tanış olaq, eyni zamanda bizim yeniyetmələr, gənclərimiz, hansı ki bizi izləyirlər və böyüyəndə sənin kimi belə güclü MMA döyüşçüsü olmaq istəyirlər. Həm də sənin fəndlərinlə, yəni taktiki, texniki fəndlərlə istəyirəm ki, tanış eləyək izləyicilərimizi, elə mənim üzərimdə. Düzdür, bu formada biraz çətin olacaq. Əynimi dəyişim, daha sonra başlayaq məşqimizə. Mən hazır. Əynimi dəyişdiyim Vüqar, oldum əsl MMA döyüşçüsü. Və çalışacağam ki, yəni maksimum adaptasiya ola bilim. Baxmayaraq ki, özüm də idmanla belə məşğul oluram. Amma sənin yəni peşəkar bir MMA döyüşçüsünün hazırlığı indi çalış ki, məni də əzməyəsən də. Nəzarət elə elə şeylərə. Ümumiyyətlə Vüqar, hər bir döyüşçünün oktagonda sevdiyi fəndlər olur və adətən o fəndlərdən istifadə edir. Bu ola bilər bir fənddə, ola bilər iki fənddə. Amma mən istəyəcəm səndən bugün sən bizə sevdiyin 5 fəndi göstərəsən elə mənim üzərimdə. Hansılardır o fəndlər? Hazırsansa başlayaq. Ayaq üstə zərbələrindən başlayanda, yəni əl zərbəsi məndən sağdan yan zərbədir, çənəyə, bəli. Təhlükəli zərbələrdən də sayılır. Bəli, və sonra ayaq zərbələrindən mən gedir. Solma başa vurmağı xoşlayıram, sevirəm. Yəni sağ düz vurmağı xoşlayıram. Güləşə gedəndə alladıb rəqibi ayağına girib yıxmağı xoşlayıram. Ya da səndə səhv eləmirəmsə baza uşu sandaydı, düzdür? Vüqar. Uşsanda məşğul olmuşam, bəli. Əslində uşu sandağın özündə də, yəni həm əl-ayaq zərbələri, eyni zamanda güləş fəndləri də var. Bəli. MMA döyüşçüsü olmaq istəyən gənclərə nə tövsiyə verərdin sırf fəndlərlə bağlı, nələrə diqqət yetirsinlər, hansı məqamları? Bizdə MMA-da elə bir şeydir ki, yəni biz hər tərəfli hər şeyə fikir verməliyik. Çünki biz ancaq əllər üzərində işləsək, bizi güləşdən yıxacaqlar. Ona görə bir MMA zalına deyəndə hamısından biraz işləməlisən, sənin anlayışın olmalıdır. Çünki ancaq sən əl-ayaq döyüşü işləsən, gedib səni yıxıb yeri döyəcəklər. Ancaq güləşsənsən, səni stokada ayaq üstə döyə bilərlər səni. Və ona görə hər tərəfli sən hamısından biraz birinci gündən, 5-ci gündən məşqlər varsa, bizdə birinci gün əl-ayaq günüdür, üçüncü gün uşsanda işləyirik, 5-ci gündə sırf güləş. Sən az əvvəl bildirdin, yəni sağdan. Ümumiyyətlə strikingdə, yəni ayaq üstə döyüşən zaman biz bilirik ki, yəni boksda və kickboksda bir qədər fərqlidir. Lakin MMA-də sən hər şeyə hazır olmalısan, çünki sən ayağa da girə bilərlər, müxtəlif boğucu fəndlərə də düşə bilərsən. Ümumiyyətlə həmin o döyüş vəziyyətində dayananda, yəni xüsusi diqqət yetirəcəyin hansı məqamlar var ki, yəni sən həm güləşdən özünü qoruyasan, həm belə deyim, çənəyə zərbə almayasan. Eyni zamanda təbii ki, burada boşluqlar da var ki, orada zərbələr dəyə bilər. MMA döyüşçünün duruşu, yəni ki, bu adi bir duruşdur. Yəni sol əl qabaqda, sağ əl çənəni qoruyur və burada da ciyəri qoruyur və biz stokada deyəndə həm də ki, biraz ayaqlarımızı geniş götürürük ki, bizə güləşə girə bilməsinlər. Yəni ki, çoxsu ola bilsə ki, boksyorlar düz dayanırlar, belə işləyirlər. Bizdə biraz geniş olmalıdır ki, çünki ayağa girəndə bir müdafiə qoruya bilək və burada ki, mən xoşlayıram, rəqib mənə biraz işləyib alladı bunu. Sən mənə zərbə, sol zərbə atanda mən sağına çənəyə zərbə vururam. Əslində çox təhlükəli bir fənddir və mən burada ayaq olmalısan. Yəni sən
o da sənin kimi idmançıdır. Bəli, burada bəli ikimiz də fiziki güclüyük və burada kim kimi Allahlıdır, kimin IQ səviyyəsi daha çoxdur, yəni ki, kim döyüş necə deyim, hazırlığı yüksəkdir, o qalib gəlir. Əslində hal-hazırda, yəni MMA-də bir qədər qayda deməyim, vəziyyət dəyişib. Çünki günü-gündən həm idmançılar rəqiblərini yaxşı analiz edirlər və yeni texnologiyalar var ki, hansı ki bu MMA-ya da sirayət edir. Həmçinin mən bir məqama da fikir vermişəm, xüsusilə də UFC döyüşçülərində bunu görmüşəm. Ayağa bax, belə təhlükəli zərbələr vururlar. John Jones da ondan istifadə edir. Hətta döyüşçünün ayağını da bəli, o rəqibi çaşdırmaqsınız. Sən elə bir səni döyüş işləyəndə sən elə bil ki, mənə öz planım var sənin və taktika qurursan ki, vurmağa. Bir növ sənin beyninə girməyə çalışır. Bəli, və sən və onu o momentdə sən vurmaq mənə istəyəndə də sən mənə vurursan, mən sən bax zaşda kimi qoyuram, sən fikrimi yayındıram. Bəli, sən fikrimi yayındıram, sən o proqram, yəni ki, öz döyüş planın dəyişildi və ondan sonra mən özlərimdə öz planımı sənin üstündə qururam. MMA döyüşçüləri, gənc idmançılar nəyə fikir verməlidirlər? Rəqibin planına düşməsinlər də, tələsinə düşməsinlər, belə deyək. Hər bir zərbənin onun əks zərbəsi var və onlar üzərində işləməliyik. Biz əgər mən necə deyim sənə, mən görməliyəm sənin ayağın yerindən qalxırsa, mən bir addım dal atmalıyam. Bəli, sən bu zərbəni mənə vurmaq istəyənsə, əgər vurursansa, vurdunsa mən bir addım daha çəkirəm. Bir addım daha çəkirəm, gəlim sənə üstə tezdən. Bəli. Əslində yəqin ki, razılaşarsan və xüsusilə də Dağıstan məktəbi, belə deyim, MMA məktəbi bir qədər dəyişdi bu MMA-in qaydasını, yolunu və bu dəqiqə döyüşçülər əsasən həm grappling, eyni zamanda güləşə üstünlük verirlər. Əslində nümunə olaraq da götürsək, yəni 8 çəkinin demək olar ki, yarısı hal-hazırda, yəni Qafqaz döyüşçüləridir və güləş bazası olanlardır. Düzdür, biz bilirik ki, sənin qələbələrində həm submission var, yerdə qələbə var, eyni zamanda nokaut da var. Lakin döyüşçü hər bir vəziyyətə hazır olmalıdır və məşqdə xüsusən o həmin boğucu fəndlərə düşmək və onlardan çıxmaq, həmin fəndə düşməmək üçün nələr eləmək lazımdır? Sən birinci onda üç buzaq fəndini göstəreyim, sən onda götür məni. Burada əsas böyük problemlərdən biri çox aşağı əyilməməlisən, burada boğucu fənd getməsin deyə bağla əlvi, ayağı bağla və buradan bağlamaq istəyəndə mən burada dikəlməliyəm, belimi düzəltməliyəm. Bəs Vüqar, rəqibin belə deyim, ayaqları güclüdürsə və maksimum güclü sıxırsa, yəni oradan başqa alternativ var, göstərim. Sən bax, təmiz bağladın, mən əlimi qoyuram sənin başımın bu tərəfinə və özüm də ki, fırlanım ayağımı gətirirəm bura və buradan açıram və özüm qaydıram tezdən bura sənin üstünə. Əslində, Vüqar, o bir söz var, deyir, ümumiyyətlə çalışıb fəndə düşmək lazım deyil. Bəli. Və əgər düşdünsə də, təbii ki, bunun bir alternativləri var və ondan birini də biz hal-hazırda göstərdik və ən çox mən deyərdim ki, mən özüm də indi düzdür, MMA ilə belə yaxından məşğul olmamışam, amma bir-iki dəfə olub ki, məşqə getmişəm və ən çəkindiyim fəndlərdən biri də o gilyatin, arxa boğucu və o fənd bir qədər, mən deyərdim ki, bilməm, bəlkə də elə deyil, amma çıxlası ən çətin. O mənim sevdiyim fəndlərdən biridir. Bəli, yəni 5 dəfə elə udmuşam, mən boğulmuşam. Və boğucu fəndi əsas burada birinci, yəni ki, panika düşmək lazım deyil. Sadəcə olaraq biz buradan öz sənin əlini aralayıram əlimi, bu əli açıram və bu əli gətirəm qabağa, bu əli gətirəm qabağa. Bu əlimi istəyən getməliyim, bax şu tərəfinə. Bura getirdim və burada arxaya gedib, özüm fırlanmalıyım sən tərəfə. Belə olanda həm fənddən çıxırsan, eyni zamanda saçda qoyub, rəqibi də bir növ elə bir üstünə keçirsən. Necə fəndlər ki çoxdur, yəni bunun çıxışları da çoxdur. Ona görə bu ən əsas sadə billərlə çıxışları bir növüdür, onları göstərdim və burada qalsa bir deyərəm 50-yə yaxın çıxış növləri var orada və onları istifadə etmək olar. MMA döyüşlərini biz izlədiyimiz zaman əsasən takedownlar deyirlər də, hansı ki elə Xamzat Chimayevin özündə də və Həbibdə də daha çox bunu görürük. Rəqibin aldadır, girir və gilyatinə salır, boğucu fəndə rəqib bitdi. Və düzdür, Xamzatda bu xüsusilə də son döyüşündə mən izlədim və takedown eləyir
Amma nədənsə yeni bir fəntaq rəqibin əlini belə yerdə ayaqlarının arasına salır. Əlin qaldıra bilməsin və vurur. Ümumiyyətlə elə olanda məsəl üçün ola bilər ki, rəqibin dizindən istifadə edə bilər və güclü striker olar və dizlə vurub səni nokaut edə bilər. Ümumiyyətlə onun qaydası varmı bu? Və elə olanda yandan mı girmək lazımdır ki, arxaya və sadəcə olaraq, yəni ki, düzdür, döyüş onsuz da Vüqar. İndi yəqin razılaşarsan, anidir, nə qədər hazırlıqlı olursan. O ola bilər, hər bir zərbə hər bir vəziyyətə düşə bilər. Döyüşü bitirə bilər. Bəli. Və ona görə də biz də vuruşanda eləyəndə mən şəxsən özüm, mən necə deyim, rəqibi istəyirəm alladım və sonra girim. Və bunu çox idmançılar da bilir ki, yəni özün sadəcə olaraq buradan girsən, sən buradan müdafiə edə bilərsən. Mən isə, yəni ki, çox idmançıların biri xoşdur ki, əl zərbəsi vurub alladıb, sən mən əl zərbə atan kimi mən ayağa girib səni yıxmağa. Onun boşluğunu gözləmək. Boşluğun. Yəni ki, gözləyirəm ki, mən sənə necə deyim, vadə edirəm ki, sən mənə zərbə atasan, üstümə gələsən, mən sabah oynayıram, alladıram səni, alladıram. Bir də zərbə gələn kimi səndən və girəm ayağa. Maraqlı taktikadır, nə baxımdan maraqlıdır? Çünki rəqib artıq boşluq verir. Bax, məsələn, belə dayanmışıq, mən hazıram. Mən sənə zərbə vurdum. Sən gəlsən, mən avtomat, yəni bəli, sən məni qarşılaya bilərsən. Mən qarşılaya bilərəm, amma əl zərbəsi atanda istər-istəməz mən belə fikirləşirəm. Yəni boşluğun olur. Bəli, sən çəkin oynayır. Belə o zərbənin effekti olmayacaq. Olmayacaq. Hə, sən çəkin oynayır. Çünki sən zərbə vuranda əlin çəkin gedir sənin əlvə. Düzdür? Çəki gedir əlvə, ayaqlarını vurur sənin çəksizdir. Ona görə rahat boş qalır, oradan girib yıxmaq asandır. Amma ki mən özüm vurub özüm girsəm, sən görsən onu, sən müdafiə görəsən, sənin ayaqların gedir gücə rahat müdafiə edə bilirsən. Döyüş həvəskarlarını, MMA həvəskarlarını maraqlandıran suallardan biri də odur ki, Vüqar Kərəmov UFC-də nə vaxt döyüşəcək? Həmin o gün nə vaxt gəlir? Bütün bunlarla bağlı da biz indi əynimizi dəyişəcəyik və Vüqarla ətraflı karyerası ilə bağlı söhbət edəcəyik. Hər kəs səndən yəni döyüş təşkilatını dəyişməyi və xüsusilə də UFC-də döyüşməyi gözləyir. UFC keçməzdən əvvəl Rizinlə başlayaq. Növbəti döyüşün nə vəd edir sənin üçün və hazırlığın necə keçib? Hazırlıq prosesi yaxşı gedir və tam hazıram döyüşə və inşallah bu bazar günü biz gedirik Taylanda bir aylıq toplantıya və orada məşq edib tezdən qayıdırıq Bakıya, çəkini salıb gedəcəm Yaponiya. Noyabrın 3-ü mənim yarışımdır. Və demək olar ki, mən çətinlik nisbəti ilə götürsək, Rizində sənin üçün yəni ən çətin rəqib kimin adını çəkərdin? Biz bilirik ki, Suzuki ilə kifayət qədər çətin oldu döyüş. Eyni zamanda digər döyüşlərin də var ki, yəni düzdür, bunu izləyicilər görür. Ola bilər ki, qıraqdan baxmayaraq ki, indi çəki fərqi var. Ümumiyyətlə revanş təklif olunsa, revanş döyüşündə iştirak etmək istərsənmi? Həm Satoshi ilə, elə Suzuki-nin özü ilə də. Mən əsas istəyərdim ki, Suzuki ilə revanş döyüşü döyüşüm. Çünki biraz orada sadəcə olaraq boşluq yaratdım və o boşluqdan istifadə elədi. Və onu istəyirəm, necə deyim, sübut edeyim ki, mən doğrudan ondan güclüyəm və ondan sonra Satoshi ilə vuruşaram. Yenə də sadəcə olaraq çəkimi dəyişmək mənim fikrimdə deyiləm. Mən çəkim 66 kiloda vuruşuram, o başqa çəkidə vuruşur. Əgər vaxt versələr, yəni hazırlıq prosesi, yəni 3 ay, 4 ay olsa, mən rahat yəni onunla döyüşə bilərəm. Rizində qalmağı planlaşdırırsanmı, yoxsa fikrin artıq UFC-yə və yaxud da Bellatora keçməkdir? Çünki izləyicilərimiz də səndən gözləyirlər ki, artıq vaxtdır, bəlkə də UFC keçmək zamanı gəlib yetişir. İnşallah, yəni ki, biz bu söhbətləmişdik, yəni Bakıda da UFC keçirəndə mən tam hazır idim döyüşməyə, yəni danışmışlar döyüşüb. Mənim kontraktım olduğu üçün UFC-dir ki, yəni ki, bunun başqa bir kontraktı var deyə və Rizində buraxmaq istəmirdi, bəli, və ona görə çıxa bilmədim və kontraktım bitəndən sonra və necə deyim, o
top 50'lik var ki, hansı ki UFC götürür. Mən də şükür olub top 50-yə düşürəm və rahat da düşüb qalib gələcəm orada. Hal-hazırda elə Pitbullun özü də yəni Rizindən çıxıb gəlib UFC-yə. Necə fikirləşirsən? İndi qismət olsa UFC-yə düşsən, yəni həmin çəki dərəcəsində rəqiblər çətin deyil ki. Biz də zəif idmançı deyilik və biz də bütün dünyada məşq toplantılara gedəndə və həmin o UFC vuruşan idmançılarla vuruşmuşam, sparring eləmişəm və görürəm ki, yəni heç də zəif deyilik və şu yola inşallah getsək yeni UFC-yə. Mən inanmıram, rəqiblər yəni rəqiblərdir. Hamısı iki əli, iki ayağı var. Ona görə çıxıb hazırlıq tam proses keçib rahat vuruşmaq olar. İlya Topuria əvvəl sənin çəkində döyüşürdü və daha sonra çəki dəyişdi, lightweight-ə qalxdı və kəməri götürdü. İlk 10-luqdan və yaxud 15-likdən hansısa qarşılaşmaq istədiyin rəqib varmı və döyüş stilini bəyəndiyin rəqib varmı UFC-də? Mən biraz böyük danışmaq istəmirəm və istədiyim, kiminlə ki döyüşmək istədiyim rəqiblər çoxdur və ora düşüb, yəni özüm o səviyyəyə qalxıb, ondan sonra kiməsə deyə bilərəm ki, mən bu idmançıla vuruşmaq istəyirəm və inşallah vuruşaram. Və indidən mən onların top səviyyəsində deyiləm ki, 10-luqda deyiləm ki, deyim kiminlə vuruşmaq istəyirəm. Döyüş stilini bəyəndiyin hansısa bir fərq eləmir, yəni UFC, təkcə UFC olsun, digər döyüş təşkilatlarında da ola bilər. Yəni hal-hazırda aktiv döyüşçülər arasında stilini bəyəndiyin, döyüşlərini mütəmadi olaraq izlədiyin biri varmı? İslam Maxaçevdir, yəni döyüşdən çox onu bəyənirəm. İndi hal-hazırda İlya Tapuriyadır, çox gözəl döyüşür. Justindir, xoşuma gəlir. Gage, Poirier'dir. Yəni ki, bunlar elə idmançılardır ki, hansıda ki döyüşlərinə zövq alıram, baxıram və onların döyüşdən buraxmıram demək olar. Dağıstana məşq bazasına getmişdin, orada müəyyən bir period keçdin. Yəni ora sənin üçün nə öyrəndin, nə qatdı sənin bazana? Qeyri-adi mənzil burada bir şey olmadı. Çünki doğrudan yəni biz Amerikada Stavsborda olmuşuq, məşq toplantısı olmuşuq və görmüşük idmançıları, bunların da yəni ki, üstün olan idmançılar çox, necə deyim, üstünlük verirlər güləşə üstünlük verirlər, yəni yerdə, parterə üstünlük verirlər və dözümlüyə. Yəni orada elə dağlar var idi ki, biz 6-cı gündən qaçırdıq, yəni doğrudan da ki, baxırdım, necə deyim, arada bir mən birinci dəfə qalxırdım, o dağa tarki var, yəni ki, bizdə o idmançılar var ki, aslında dayanmadan qalxırlar. Çünki orada harca bir saat yaxın qalxırsan, qaçırsan, o adam yorulurdu. Doğrudan da ki, kardiyo üçün yəni çox üstünlük verirlər olar. Yəni biz də elə məşqləri dəyişikləmişik, yəni ki, güləş üstünlük veririk, kardiyon yaxşı işləyirik və ona görə də inşallah, necə deyim, bizim məşq zalının idmançıları, yəni inanıram ki, bundan sonra qələbələrə doğru gedəcək, yəni dəyişikliklərdən sonra. Orada yəqin ki, elə İslamın özü ilə, Həbiblə, indi bilmirəm, Həbib orada olub həmin məşq dönəmində yoxsa yox. Söhbətlər eləmirsən yəqin həm öz karyeranla bağlı, eyni zamanda onların karyerası ilə bağlı. Nəsə götürdüyün bir məqam olubmu ki, hansı ki izləyicilərimiz də yəni desən maraqlı gələr? Orada əsas üstünlük verirlər disiplinə, hansı ki, hamısı vaxtında 10-da məşq başlayırsa, 10-15 dəqiqə qalmış hamı olmalı zalda və bizdə orada sparring günləri olurdu. Və orada hamı da şlem geyinirdi. Mən orada bir dənə idmançı var idi, ACA var, dünyada liqası tanınmışdı, oranın çempionu var idi. O zala gəldi, dedi ki, mənim şlemim yadından çıxıb və şlemsiz məşq eləmək istəyirəm. Müəllim dedi ki, olmaz, sən get, vuruşa vur. Mən baxdım ki, yəni bizdə hansısa bir təşkilatın çempionu olsa, yəni ki, o nə desə olacaq. Yəni onun müəllimi sadəcə ACA çempionu oldu, yəni baxmayaraq ki, yəni dedi get, sən quruşa vur, şlemi götürəndə, yəni gəlib sparring eləsin, şlemsiz sparring olmadı. Yəni doğrudan da ki, yəni bunu göstərir ki, çempiona qarşı bunu eləyirsə, yəni icazə yoxsa, deməli buna da yoxdur. Obislər, yəni necə lazımsa, hamısı vaxtında və bütün əlcəklər də, yəni zaşitlə hamısı geyinib hazır durmalı cərgədə. Əslində söz və qüvvət, Vüqar, mən sosial şəbəkələrdə də neçə dəfə görmüşəm. İslam Maxaçev çempion olandan sonra da Həbib bütün komandanı düzür, hətta İslamı daha çox saxlayır və qaydaya, qanuna hər kəs kimi o da riayət edir. Baxmayaraq ki, dostlar, yəni uşaqlıqdan bir yerdə böyüklər, yəni bir sözlə disiplin var. Disiplin var, olmalı. Və bu da hər halda döyüşlərdə öz sözünü göstərir.
Vüqar, sənə təşəkkür edirəm, gəldin, fikirlərini bizimlə, izləyicilərimizlə bölüşdün. Eyni zamanda mən deyərdim ki, eksklüziv olaraq elə sənin fənlərinlə də, eyni zamanda məşq prosesindən də izləyicilərimiz tanış oldu. Karyeranda uğurlar arzu edirəm və ümid edirəm ki, elə nə vaxtsa UFC-də kontrakt bağlayarsan və UFC çempionu olarsan. Sənə uğurlar. İnşallah. Çox sağ ol. Bəli, əziz izləyicilər, nokaut verilişi burada sona çatır. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə hələlik.